Salam əziz abituriyentlər, OTK imtahanına düşmüş isbat sualının izahını verəcəm. Bizə deyir ki, burada O medianların kəsişmə nöqtəsidir. AN-i A verib, SM-i B verib. Deyir ki, üçüncü tərəfə çəkilmiş, yəni AC tərəfinə çəkilmiş medianın kök altında A kvadratı üstə gəlib B kvadratı olduğunu isbat edin. Bilirik ki, şagirdlər, medianlar kəsişmə nöqtəsində təpə nöqtəsindən başlayaraq 2/1 nisbətində bölünür. Yəni mən balaca hissəyə x deyirəm, böyük hissə 2x olacaq. Eyni qayda ilə bura y desəm, bura 2y olacaq. Görürəm ki, AN və SN medianları bir-birinə perpendikulyardır. Yəni A, O, S3 bucağı düzbucaqlı üçbucaqdır. Onda Pifaqor teoreminə görə yazıram ki, AC bərabər olacaq kök altında 2x'in kvadratı, yəni 4x kvadratı üstə gəl 4y'in kvadratı. Bizə deyir ki, AN A-ya bərabərdir. Yəni mən burada yazıram 3x'i A-ya bərabərləşdirirəm. Onda x bərabər olacaq A bölü 3. 3y, yəni SM B-yə bərabərdir. 3y B-yə bərabərləşdirirəm. Onda y də bərabər olacaq B bölünsün 3. Gətirib x-in yerinə A bölü 3 burada yazıram. Bu da bərabər olacaq. Kök altında. X-in yerinə A bölü 3 yazsam, olacaq 9'da 4 A kvadratı üstə gəl 9'da 4 B-nin kvadratı. Bu da bərabər olacaq. 9'da 4'ü çıxardıram mötərizə xaricinə. Onda qalacaq A-nın kvadratı üstə gəl B-nin kvadratı. Bu da bərabər olacaq. Bundan kök alınır. Kök 9'da 4 kök çıxır 3'də 2. Kök altında A-nın kvadratı üstə gəl B-nin kvadratı. Yəni şagirdlər, mən AC-ni nə tapdım? 3'də 2 kök altında A kvadratı üstə gəl B kvadratı tapdım. İndi bura diqqət etsək, A, O, S3 bucağı düzbucaqlı üçbucaqdır. OK isə, bax OK isə düzbucaqlı üçbucağın medianıdır. Bilirik ki, düzbucaqlı üçbucağın medianı hipotenüsün yarısına bərabərdir. Yəni OK bərabər olacaq AC bölünsün 2. Onda mən bunun yarısını tapsam, yəni bunun 2'ye bölsəm, onda OK bərabər olacaq 3'də 1 kök altında A kvadratı üstə gəl B kvadratı. Deməli, bax OK-nı tapdım nə? 3'də 1 kök altında A kvadratı plus B kvadratı. Onda belə çıxır ki, BO 2 OK-ya bərabər olacaq. 2/1 nisbətinə görə. Onda BO bərabər olacaq 3'də 2 kök altında A kvadratı plus B kvadratı bizə nəyi soruşur? Üçüncü tərəfə çəkilmiş medianı, yəni BK-nı soruşur. BK bərabər olacaq bunların cəmi, yəni OK ilə BO-nun cəmi. Bu da bərabər olacaq 3'də 1 ilə 3'də 2'ni toplayanda bizə 1 verəcək. Yəni kök altında A kvadratı üstə gəl B kvadratı olacaq. Yəni, üçüncü tərəfə çəkilmiş medianın BK-nın kök altında A kvadratı plus B kvadratı olduğunu ispat etdik. Bu qədər. Çox sağ olun. Təşəkkür edirəm.